Vaxtınız xeyir olsun. Bir günkü dərsimizdə biz loqaritmanın xassələri və ona aid nümunələrə baxacağıq. Birinci xassə, ümumiyyətlə loqaritm nədir? Bir dənə bunu izah edək burada. Loqaritma deməli üslü funksiyadan alınır. Əgər A-nın üstündə y bərabərdir hər hansı x ədədidirsə, onda y-i tapmaqdan ötürü loqaritma A əsasdan x yazırıq. Burada A-mız mütləq sıfırdan böyük olmalıdır və 1 ola bilməz. X-imiz da sıfırdan böyük olmalıdır. Məsələn, nümunə kimi göstərsək, loqaritma, yəni sözlə desək, elə bir y ədədini tapırıq ki, x ədədi A-nın hansı qüvvəti olduğunu göstərsin. Yəni, məsəl üçün, loqaritma əgər vermişəmsə 3 əsasdan 27, yəni elə bir ədəd, bunun cavabı elə bir ədəddir ki, fikirləşirik ki, 27 3-ün hansı qüvvətidir? Yəni, 3-ün üstündə 3 27 eləyir, ona görə də cavabımız 3 olacaq. Məsəl üçün, vermişik loqaritma, tutaq ki, 7 əsasdan 343, fikirləşirik ki, 343 7-nin hansı qüvvətidir? 7-nin kvadratı 49 eləyir. 49-u da 7-yə vuranda 343 elədiyinə görə bunu da cavabı 3 eləyəcək. Fikirləşirik, məsəl üçün, loqaritma 2 əsasdan 16. Yəni, 16-nı almaqdan ötürü 2-ni hansı qüvvətə yüksəltmək lazımdır? 4-cü dərəcə qüvvətə 4 dənə 2-ni bir-birinə vuranda 16 edir. Ona görə də cavabı 4 deyirik. Yəni, bu gedişatla biz bunu 2 üstündə 4 bərabərdir 16-ya. Həqiqətən də 2 üstündə 4 16-ya bərabərdir. Yəni, ümumi loqaritma budur. Keçək bizə loqaritmanın xassələrinə. Bir loqaritmada biz mütləq nəzərə almalıyıq ki, loqaritmanın əsası, yəni aşağısında dayanan ədəd mütləq müsbət olmalıdır və 1 ola bilməz. Bir də loqaritmanın qarşısında dayanan ədəd x müsbət ədəd olmalıdır. İndi loqaritmanın xassələrinə baxaq. Birinci xassə loqaritma A əsasdan 1 0-a bərabərdir. Yəni, A-nın üstünün hansı qüvvəti 1-ə bərabərdir? Fikirləşirik. Sıfırıncı həqiqətən də A-nın üstünə 0 qoyanda 1 alınır. İkinci xassə odur ki, loqaritma A əsasdan A, yəni A-nın hansı qüvvəti A-ya bərabərdir? Birinci qüvvəti. Sonra üçüncü xassə kimi loqaritma A əsasdan A-da 1 almaqdan ötürü, yəni bunlar xassə deyil əslində, yəni adi artıq misallardır. Yəni A-da 1 almaq üçün A-nın üstlərinə hansı qüvvəti qoymaq lazımdır? -1-i. Həqiqətən də A-nın üstündə -1-imiz A-da 1 eləyir. Bu şəkildə loqaritmanın xassələri işlənilir. Dördüncü xassəmizə diqqət eləsək, loqaritma A əsasdan B-nin üstündə M qoysaq, M loqaritmanın qarşısına düşür. M loqaritma A əsasdan B olur. Məsəl üçün, buna aid bir dənə nümunə göstərək. Veribdir, tutaq ki, loqaritma 7 əsasdan, tutaq ki, 7 əsasdan olsun 7 üstündə 4. Bunun cavabını almaqdan ötəri 4 aşağı düşür. Qalır loqaritma 7 əsasdan 7. 7 əsasdan 7, yəni 7-nin üstünə nə 7 eləyir? 1 eləyir və 1-i də 4-ə vuranda bu misalın cavabı 4-dür. Və yaxud başqa bir nümunə verə bilərəm ki, loqaritma tutaq ki, bizə veribdir 3 əsasdan olsun tutaq ki, 64. Bu misalı sadələşdirmək lazımdır. Bəzən misalın arxasında elə bir şeylər dayanır ki, biz mütləq ixtisar eləmək məcburiyyətində qalırıq. Yəni, loqaritma 3 əsasdan 64-ə baxsaq, belə də bunun cavabı yoxdur. Yəni, var sadəcə olaraq irrasional ədəd. Biz tapa bilmirik. Yəni, fikirləşirik ki, 3-ün üstündə neçə görəsən, belə deyək, 64 eləyər. 3-ün üstündə neçə 64 eləyər? Yəni, dəqiq bildiyimiz cavab deyil. Ona görə buna sadəcə birazca sadələşdirə bilərik. Yəni, belə də 3 üstündə 64 də saxlaya bilərik. Amma misalın arxasında dayanan hansısa bir ola bilər ki, biz ixtisarlar etmək məcburiyyətində qalarıq. Onun üçün bu misalı biraz sadələşdirmək olar. Yaza bilərik ki, loqaritma 3 əsasdan 64, 4-ün kubudur, 8-in kvadratıdır, 2-nin üstündə 6-dır. Məsəl üçün, hansısa birini götürə bilərik. Baxır, misaldan sonra gələn hissələrdə nələr var?
Məsəl üçün götürsək 2-nin üstündə 6. Yəni ən sadəsi elə budur. Çünki 2-dən də daha xırdalamaq olmur. Loqaritma 3 əsasdan 64-ü göstərdim 2 üstündə 6. Və həmən 6-nı qabağa salıb loqaritma 3 əsasdan 2 kimi yaza bilərik. Yəni bu loqaritma 3 əsasdan 64-ün əvəzinə 6 loqaritma 3 əsasdan 2 yaza bilərik. Və misalın arxasında əgər loqaritma 3 əsasdan 2-yə bölmə falan olsaydı, biz ona böləcəkdik. Bu şəkildə 4-cü xassiyəmizdə izah elədik. 5-ci xassiyəmizə diqqət eləsək. 5-ci xassiyəmizə baxsaq, loqaritma A-nın üstündə n, B-nin üstündə m. Bax, burada aşağıda dayanan n kəsir kimi, n-də 1 kimi, yəni qabağa çıxır. M də yuxarıda bayaqki xassiyəmizə görə, yəni belə deyək də, tək-tək versəydim əgər, gəlin bunu bir dənə tək-tək götürək. Məsəl üçün, B-nin üstünə M qoymuram, sadəcə A-nın üstünə M qoyuram, burada B qoyuram. Və aşağıda dayanan qüvvət N-də 1 kimi qabağa gəlir, loqaritma A əsasdan B qalır. Məsəl üçün, vermişəm loqaritma, tutaq ki, nümunə kimi, 9 əsasdan, tutaq ki, 9 əsasdan neçəni? 27-ni işləmək lazımdır. 9 əsasdan 27-ni işləmək lazımdır. Belə də 9-un heç bir qüvvəti 27 eləmir. Amma qaydaları bilsək, misal işləyə bilərik. Necə? Loqaritma 9-u göstərəcəm 3-ün kvadratı kimi, 27 isə yuxarıda 3-ün kubudur. Bu şəkildə göstərəndən sonra aşağıda dayanan 2 qabağa 2-də 1 kimi gəlir, vurulsun. Yuxarıda dayanan 3-ü də 4-cü xassiyədə izah elədik. Ümumiyyətlə, loqaritmanın qarşısına düşür 3. Qalır loqaritmada 3 əsasdan sadəcə 3. Loqaritma 3 əsasdan 3-ün cavabı da 1 elədiyinə görə 1 vurulsun 2-də 1 vurulsun 3 cavab eləyəcək 1,5. Yəni, xassiyələri bilməsək, loqaritma 9 əsasdan 27-ni hesablaya bilmərik. Növbəti xassiyəmizə baxsaq, məsəl üçün, loqaritma 6-cı. Loqaritma bir də var özünün dərəcəsi A əsasdan B. Bunu n-imiz heç qabağa da düşməz. Ümumiyyətlə, bunun cavabı odur ki, A əsasdan B vurulsun loqaritma A əsasdan B və s. N dəfə loqaritma A əsasdan B. Neçə dəfə? N dəfə. Məsəl üçün, vermişəm loqaritma 2 əsasdan 3-ün üstündə tutaq ki, 4. Bu nə deməkdir? Yəni, bunu 4A ümumiyyətlə loqaritmanın qarşısına keçməz. 3-ün üstündə olan loqaritmanın qarşısında dayanan ədədin qarşısında əgər üzərində bir qüvvət varsa, o qabağa düşə bilər. Belə də bu 4 heç nə düşmür. Sadəcə bu deməkdir ki, loqaritma 2 əsasdan 3, yəni 4 dənə loqaritma 2 əsasdan 3-ü bir-birinə vurmaq deməkdir. Bir-birinə vurmaq deməkdir. Yəni, qəti şəkildə bu loqaritma 4 əsasdan 3 ilə loqaritma 2, 3-ün üstündə 4 qəti şəkildə eyni bir şey deyil. Yəni, qarışdırmaq olmaz. 6-cı xassiyəmizə baxırıq. 6-cı xassiyəmizə baxırıq. 6-cı xassiyəmiz belədir. Loqaritma hansısa bir əsasdan B vurulsun S-ni necə göstərə bilərik? Loqaritma A əsasdan B üstəgəlsin loqaritma A əsasdan S kimi göstərə bilərik. Məsəl üçün, bunu dərsdə də izah eləmişdik. Üstəgəlsin loqaritma 6 əsasdan 9-u, məsəl üçün, ya da vurması, ya da toplaması ilə göstərək. Toplaması, yəni sol tərəf həmçinin də sağ tərəfə bərabərdir. Loqaritma yığa bilərik. 6 əsaslar eyni olduğuna görə bir dənə 6 əsas toplama olanda qarşıdakı ədədlər bir-birinə vurulur. 4 vurulsun 9 eləyir loqaritma 6 əsasdan 36 və bunun da cavabı nədir? 2. Yəni ki, sağdan solu, soldan sağı almaq olar, əgər hər iki tərəf eyni əsaslıdırsa. Məsəl üçün, belə bir loqaritma verib, loqaritma tutaq ki, verib 5 əsasdan 125 vurulsun 625. Təbii ki, əgər xassiyəni bilmiriksə, götürüb 125-i 625-ə vuracağıq və böyük bir ədəd alasıyıq. Və bu böyük ədədi hesablamaq da rahat deyil ki, fikirləşək ki, görəsən 5-in hansı qüvvətidir. Amma xassiyəni bilsək, 5 əsasdan 125 üstə gəlinsin, ayrı-ayrı yanaşaraq bunlara İşimiz üçün misalı həll edə bilmək üçün rahat yön axtarırıq. Loqaritma 5 əsasdan 125-in cavabı 3-dür. Çünki 125 5-in 3-cü dərəcə qüvvətidir. 625 də 5-in 4-cü dərəcə qüvvətidir. Bu misalın cavabı eləyir 7. Yəni, biz xassiyəni bilməklə rahatlıqla misalı işləyə bilərik. Növbəti xassiyəmizə baxaq.
Loqaritma 7-ci xassəyə baxaq. Loqaritma A əsasdan B bölünsün C-ni isə çıxmaya gətirilir. Çıxılsın loqaritma A əsasdan C. Məsəl üçün vermişəm loqaritma, tutaq ki, neçə verək? 2 əsasdan 16 bölünsün, tutaq ki, 128. Bunu göstərərəm. Loqaritma 2 əsasdan 16 çıxılsın loqaritma 2 əsasdan 128. O da bərabərdir. 2 əsasdan 16-nın cavabı 4-dür. Yəni 2-nin 4-cü dərəcəsi 16 eləyir. 2-nin 7-ci dərəcəsi də 128 eləyir və cavabımızı alaraq buradan -3. İndi bir şeyə burada diqqət eləmək lazımdır ki, bəzi yerlər var ki, onları artıq qırmızı ilə yazıram və diqqətli olmaq lazımdır. 8-ci xassə kimi, 8 qeyd kimi yazıram, xassə kimi yox, qeyd kimi yazıram. Diqqətli olar. Məsəl üçün mənə verilib loqaritma A əsasdan B üstə gəlinsin C bərabərdir. Götürüb qəti şəkildə bunu loqaritma ya toplamadsa bunu belə vurma yazım, ya toplamanı belə ayırım. Qəti şəkildə mümkün deyil. Belə bir xassə yoxdur. Əgər sən B üstə gəlsin C-ni hesablaya bilmirsənsə, A əsasdan onun cavabını tapa bilmirsənsə, bizim bunu başqa cür işləməyə variantımız da yoxdur. Eləyə bilmərik, yəni qəti şəkildə ayırmaq olmaz. Eyni zamanda mənə verilib loqaritma B minus C-ni götürüm, bunu da bölməyə mi gətirim? Ya A əsasdan B çıxılsın loqaritma A əsasdan C mi yazım? Ya bunu bölməklə çıxmada bölmə olurdu. Belə bir şeylər yazım, qəti şəkildə olmaz. Ben bunları qırmızı ilə yazıram ki, diqqətli olaq. Qəti şəkildə olmaz. Yəni xassəni düzgün öyrənin. Mən hansı xassəyə nəyi tətbiq eləmişəm? Düzgün şəkildə öyrənmək lazımdır. İndi misallarımıza davam edək. Deməli, yəni bu xassələri qəti şəkildə qarışdırmaq olmaz. İndi əlavə 1-2 dənə xassə də deyirəm. 8-ci xassə. Xassə olaraq 8-ci xassə. Məsəl üçün mənə verilib loqaritma hər hansı A əsasdan B-ni, bunu B əsasa gətirmək olarmı? Bəli, olar. Bu 1 bölünsün loqaritma B əsasdan A-ya bərabərdir. Yəni loqaritma 2 əsasdan 3-ümüz 1 bölünsün loqaritma 3 əsasdan 2-yə bərabərdir. Bəzi misallar olacaq ki, biz bunu mütləq bu şəkildə yazmaq məcburiyyətində qalacağıq. Misalı həll eləyə bilməkdən ötəri. İndi misalların gedişatında baxarıq ki, hansını harada istifadə edəcəyik. Diqqətlə baxın. 8-ci xassəmizdə loqaritmada əsasla qarşıdakı dayanan ədədin yerini dəyişmək mümkündür. Ancaq 1 bölünsün yazmaq şərti ilə. Növbəti çox vacib xassələrdən biri də belə bir xassədir. Hər hansı loqaritma A əsasdan B-ni ayrı bir C ədədi götürməklə, tamamilə fərqli bir C ədədi götürməklə loqaritma, məsəl üçün C əsasdan B bölünsün loqaritma C əsasdan A kimi yazmaq mümkündür. Xassəyə diqqət edirik, çox vacib olan bir xassədir. Misalların loqaritmanın birazca daha əvvəlkilərə baxanda çətinləşdirilmiş misallarında qarşımıza çıxacaq xassədir. Yəni, biraz loqaritmanı, bu xassəni bilmədə biraz samballı sualları belə deyək də işləmək mümkün olmayacaq. Yəni, xassə çox vacibdir. Öyrənirik 9-cu xassəni. Məsəl üçün belə bir nümunə verirəm. Tutaq ki, mənə verilibdir loqaritma 5 əsasdan 27 bölünsün loqaritma 5 əsasdan tutaq ki 3. Məsəl üçün. Bu xassəni bilmədən misal işləyə bilmərik. Biz görürük ki, loqaritma 5 əsasdan 27-nin cavabını almaq mümkün deyil. 5-in heç bir qüvvəti 27-yə bərabər deyil və yaxud da ki, 5-in heç bir qüvvəti 3-ə bərabər deyil. Amma xassəyə diqqət eləsək, fikir veririk xassəyə. Hər iki əsaslarımız eynidir. Hər iki əsasımızda C. Bizdə nədir? 5. Yəni, bunu loqaritma, bir dənə loqaritmaya, mən sizə misalın sağ tərəfini vermişəm. Siz sol tərəfinə gətirə bilərsiniz. Yəni, C-ləri tullayarıq, yəni 5-ləri tullayarıq. Aşağıda dayanan ədədi əsasa 3-ü, 27-ni isə qarşıya qoya bilərik.
Bu xassəni bilmədikdə misaldan cavab ala bilməzdik. Loqaritma 3 əsasdan 27-nin də cavabı 3-dür. Yəni 3-ün 3-cü dərəcə qüvvəti 27-yə bərabərdir. 9-cu xassəmiz belə. Növbəti bir dənə də vacib olan xassəni qeyd edirəm. Çox vacib xassələrdən biri. 10-cu xassə. Ki, bəzi misallarda bizə 10-cu xassə də lazımdır. C üstündə loqaritma A əsasdan B-də B ilə C-nin yerini dəyişmək olar. B-ni aşağı loqaritma A əsasdan C kimi yazmaq olar. Məsəl üçün vermişəm 27-nin üstündə loqaritma 3 əsasdan 4. Loqaritma 3 əsasdan 4-ün cavabını ala bilmirsən 3-ün hansı qüvvəti 4 eləyər? Onda bizə xassə köməklik eləyir ki, 4 ilə 27-nin yerini dəyişə bilərsən. Yəni 4-ü aşağı, loqaritma 3 əsasdan 27-ni isə bu şəkildə yaza bilərsən. İndi loqaritma 3 əsasdan 27-nin cavabı 3-dür. Bu da eləyir 4-ün kubu, cavab da eləyir 64. Yəni bu şəkildə xassəni bilməsək işləyə bilmərik. Bu da 10-cu xassə. Bir dənə xassəmiz qalıb, onu da verirəm. 11-ci xassəmiz loqaritma A əsasdan B vurulsun. Loqaritma B əsasdan C vurulsun. Loqaritma C əsasdan D vurulsun. Loqaritma D əsasdan E və s. Yəni bu davam eləyə bilər 15 dənə də, 20 dənə də və s. Mən 4 dənəsini yazdım. Xassə nədən ibarət olacaq uşaqlar? Bax, sanki B ilə B-ni ixtisar edirsən, çarpaz duranlar. Sanki C ilə C-ni ixtisar edirsən, sanki D ilə D-ni ixtisar edirsən. Qalacaq loqaritma A əsasdan Y. Bəzi misallar olacaq ki, bu xassəni bilmədən işləyə bilməyəcəyik. Loqaritma A əsasdan Y. Məsəl üçün, belə bir nümunə misal verirəm. Misal. Loqaritma 2 əsasdan 5 vurulsun. Loqaritma 25 əsasdan 81 vurulsun. Loqaritma 3 əsasdan 8-in cavabını almaq lazımdır. Belə də biz nə 2 əsasdan 5-i, nə 25 əsasdan 81-i, nə 3 əsasdan 8-i qəti şəkildə hesablamağı bacarmırıq. Bizim köməyimizə loqaritmanın xassələri gələcək. Loqaritma 2 əsasdan 5-ə heç nə eləmirəm. Olduğu kimi saxlayıram. Sadə şəkildə verilib. Loqaritma 25 əsasdan 81-i görürəm burada 3-ün söhbəti var, 5-in söhbəti var. 25 5-in kvadratıdır. Loqaritma 25-i göstərirəm 5-in kvadratı kimi. 81 də 3-ün üstündə 4-dür. Yəni bunları bilməliyəm ədədlərin hansı-hansının qüvvətidir. Loqaritma 3 heç nə, sadə ədədli yazıram yerinə. 8 də 2-nin kubudur. Belə yazandan sonra loqaritmanın xassələrini bir daha istifadə edirəm. 2 əsasdan 5 vurulsun. Bayaqki xassəyə görə 4 loqaritmanın qabağına, 2 isə kəsir şəklində aşağısına düşür. 2-də 4 kimi bunu qabağa verirəm. Loqaritma 5 əsasdan 3 qalacaq, vurulsun. Burada dayanan 3 də loqaritmasının özünün qabağına düşür. 3 əsasdan 2 qalacaq. Belə. İndi bu ortalıqda alındığımız bu ədədlər ki var, 2-də 4 ilə 3-dür. Bunlar loqaritma vurmadır da, zaten bunlar da vurmalar deməkdir. Yəni lap əvvələ gətirə bilərik. 4-ü 2-yə böləndə zaten 2 eləyir. 2 vurulsun 3 kimi qabağa gətirdim. Yerdə qalanları isə yazıram. Loqaritma 2 əsasdan 5 vurulsun, loqaritma 5 əsasdan 3 vurulsun, loqaritma 3 əsasdan 2. Baxın, 5-lər ixtisar, 3-lər ixtisar. Nə qaldı? Loqaritma 2 əsasdan 2. O da eləyəcək 2 vurulsun 3, loqaritma 2 əsasdan 2. Buranın da cavabı 1 elədiyinə görə ümumi cavab eləyir 6. Loqaritmanın xassələrini bilməsək, təbii ki, bu misalda işləyib ortaya çıxartmaq mümkün deyil. Beləcə, uşaqlar, bütün loqaritmanın xassələrini artıq biz bilirik. Loqaritmada artıq heç bir xassə qalmadı. Qalır bir-iki dənə xüsusi loqaritmanı izah eləmək, o hissələrə də baxaq. 2 dənə xüsusi loqaritmamız var ki, əgər loqaritmanın indeks aşağısında dayanan, yəni əsasımız 10-dursa, belə loqaritmaya 10-luq loqaritma deyəcəyik və LGB kimi işarə eləyəcəyik. Bir dənə də var ki, loqaritma aşağıda dayanan bizim əsasımız əgər E ədədidirsə, buna da natural loqaritma deyəcəyik və LNB ilə işarə eləyəcəyik. Hardasa LNB görsək, yerinə götürüb log Y əsasdan B yaza bilərik.
və yaxud da indi misal elə olacaq, heç yazmaya ehtiyac olmayacaq. Yəni l-nın özü ilə də bütün loqaritmanın xəssələri onluq loqaritmaya və natural loqaritma. Bunun adı natural loqaritmadır. Bunun da adı onluq loqaritmadır. Bunlara da təbii ki aid. Məsəl üçün mən vermişəm loqaritma b üstə gəlinsin l-c. Bunu necə göstərmək olar? Toplama olanda ortada nəyə gətirirdik? Vurmalara. L-c b vurulsun c-yə bərabərdir. Və yaxud l-c b minus l-c c yazmışamsa, çıxma olanda nəyə gətirirdik? Bölməyə və ya bölməni çıxma kimi yaza bilərik. Sağ sola, sol sağa bərabərdir. Eyni zamanda l-n b natural loqaritma c-ni natural loqaritma b vurulsun c kimi yaza bilərik və s. Yəni, natural loqaritmanın bütün xassələri bunlara da aiddir. Demək, biz loqaritmada belə əsasən 11 dənə xassəni öyrəndik və bu onluq loqaritmanın üzərində yazdıqlarım və ya natural loqaritmanın üzərində yazdıqlarım yeni bir xassə deyil. Köhnədən verdiyim xassələrdir. Təzədən bir də bunlara tətbiq elədik. Sadəcə bunların xüsusi adları var. Onluq loqaritma və natural loqaritma. İndi bəzi nümunələrə baxaq ki, misallarımızı necə işləyəcəyik. Məsəl üçün, misal. Deməli, belə bir misal verib tutaq ki, bizə 11 üstündə loqaritma 5 əsasdan 7-ni bölməliyəm. 7-nin üstündə loqaritma 5 əsasdan 11 çıxılsın 2-yə. Bu misalı necə işləyərik? Yuxarıya baxsaq, hələ ki dəyməyək yuxarıya. Çünki belə sadə şəkildə hələ ki gözləyək. Görək aşağıdan nə alacağıq? Çıxma olanda biz artıq bunu qüvvətin xassələrindən bilməliyik ki, bu loqaritma 5 əsasdan 11 vurulsun 7 üstündə mənfi 2 kimi yaza bilərik. Yəni, bu üstü qüvvəti əsasa ayıra bilərik bu şəkildə. 7 üstə mənfi 2-ni indi hesablayırıq, eləyir 49-da 1. 49-da 1-i kəsirin qabağına ötürürəm. Ondan ki, hələ ki 49-da 1 kəsirin qabağına yox, daha doğrusu belə deyək də, bu 49 alınacaq yuxarıya vuranda. Bunun cavabı 49-da 1-dir və bu 49 qalxır yuxarıya 49 kimi. Yerdə mənə qalır əsas odur ki, 11 üstündə loqaritma 5 əsasdan 7, aşağıda isə 7 üstə loqaritma 5 əsasdan 11. İndi deyərək ki, görün necə bir-birlərinə oxşayır. Aşağı 7 üstündədir, yuxarı 11 üstündədir. Axı biz loqaritmanın 7 ilə 11-in yerini bir-biri ilə dəyişən xassəsini keçdik. 49 vurulsun. Bunu həmçinin də yazmaq olar 7 üstündə loqaritma 5 əsasdan 11. Aşağıda da 7 loqaritma 5 əsasdan 11-ə dəymirik. Beləliklə, bunlar tamamilə eyni şeylər deməkdir. Yekun cavabımız nədir? 49. Növbəti misalımıza baxaq. Məsəl üçün, belə bir kök altı verib, 36-nın üstündə 1 bölünsün loqaritma 12 əsasdan 6, üstə gəlinsin 9-un üstündə 1 bölünsün loqaritma 5 əsasdan 3. Bunu hesablamaq lazımdır. Baxın, belə bir xassə keçdik yuxarıda. Baxaq, neçənci xassədə vermişəm. 1 bölünsün olan xassələrimizə baxaq ki, neçənci xassədədir. 11, 10, baxaq, 9 yox, 8-ci xassə. 8-ci xassəyə bir dənə diqqət edək. Uşaqlar, loqaritma a əsasdan b bərabərdir 1 bölünsün loqaritma b əsasdan a-ya. Yəni, 1 bölünsün loqaritma b əsasdan a-nı loqaritma a əsasdan b kimi göstərmək olar. Yəni, yerlər dəyişilə bilər. Qayıdaq indi biz misalımıza. Yəni, 1 bölünsün loqaritma 12 əsasdan 6-nı kökün altını saxlayıram yerində. Hələ ki, 36-nı da yerinə qoyuram. 1 bölünsün loqaritma 12 əsasdan 6-nı adi loqaritma 6 əsasdan 12 kimi yazmaq mümkündür. Plus 9-u da həmçinin loqaritma 1 bölünsün loqaritma 5 əsasdan 3-ü adi loqaritma 3 əsasdan 5 yaza bilərik. İndi burada bəs nə edərik? Burada bu 36 özü 6-nın kvadratıdır. Yəni, bunu göstərəcəm kökün altında. 6-nın kvadratının üstündə
loqaritma 6 əsasdan 12 üstə gəlinsin 9 3-ün kvadratıdır. 3-ün kvadratının üstünə loqaritma 3 əsasdan 5 bərabərdir. Onda bax bu hissədə 6 2 loqaritma 6 əsasdan 12 üstə gəlinsin 3 2 loqaritma 3 əsasdan 5 yazaram. Bu 6'ları buradan ixtisar eləmək mümkün deyil uşaqlar. Bunu dərsimizdə izah keçəndə də demişdik. Çünki buradakı 2 bizə problem yaradır. O 2'ni xassəyə görə qaldırıb 12'nin üzərinə qoymaq olar və yaxud 12'nin üzərində hansısa ədəd varsa onu qarşıya da düşürtmək olar. Deməli, bunu belə yaza bilərik ki, 6'nın üstündə loqaritma 6 əsasdan 144. Yəni 2'ni qaldırdıq 12'nin üzərinə qoyduq. Davamını gətirirəm. 3 əsasdan buradakı 2'ni də qaldırıb 5'in üstünə qoyuram. Loqaritma 3 əsasdan 25 yaza bilərik. 6'lar buradan belə gedir. Qalır kökün altında 144. Üstə gəlinsin. 3'lər də gedir. Qalır 25. 169'dan da hamı bilir ki 13 çıxacaq. Pifaqor üçlüklərindən artıq bu ədədləri əzbər bilirik hər birimiz. Bu şəkildə. İndi başqa bir nümunə misallarımıza da baxaq. Məsəl üçün, mənə veribdir, tutaq ki, mənə verib ki, bizə mütləq lazım olacaq bu tipdə sualları çevirmək. Onluq loqaritma 10. Onluq loqaritma 10'un cavabı nədir? 1'dir. Yəni, bu adi loqaritmanın əsasında 10 duran variantıdır, cavab 1'dir. Log 100'ün cavabı nədir? Yəni, onun hansı qüvvəti 100 eləyirik ki? Məsəl üçün, mənə lazımdır ki, log 5'i elə gətirək ki, elə lazım olacaq ki, yəni başqa formada yazaq. Bu log 5'in yerinə belə bir ifadə yazmaq olar. 10 bölünsün 2 kimi yaza bilərik. Yəni, bəzi misallar olacaq ki, biz onluq loqaritmanın bu şəkildə dəyişik variantlarını yazmaq zorunda qalacağıq. 5'in yerinə 10 bölünsün 2 yazandan sonra bölmənin xassəsi nətər idi? Onluq loqaritma 10 çıxılsın onluq loqaritma 2. Onluq loqaritma 10'un cavabı 1'dir. 1 çıxılsın onluq loqaritma 2. Qısası elə misallar olacaq ki, biz onluq loqaritma 5'in yerinə 1 çıxılsın onluq loqaritma 2'ni yazmaq zorunda qalacağıq. Ki, ixtisarlarım olsun və s. və s. İndi başqa nümunə misallarımıza baxaq. Deməli, başqa nə tipdə suallarımız ola bilər? Baxaq, görək. Misal nümunə olaraq. Belə bir nümunə misala baxaq uşaqlar. Məsəl üçün verib loqaritma 54 çıxılsın loqaritma 3 bölünsün loqaritma 9 üstə gəlinsin loqaritma 36. İşləmək lazımdır sualı nə etməliyik? Loqaritmanın xassələrindən istifadə edirik. Belə də aşağısı 10 olan loqaritmalarda onun heç bir qüvvəti 54, 3 və ya 9, 36 eləmir. Deməli, gəlirik o loqaritmanın xassəsinə. Əgər əsaslar söhbət eyni loqaritmadan gedirsə, əsaslar eynidirsə, ortada çıxma olanda nəyə gətiririk? Bölməyə gətiririk. Olacaq onluq loqaritma 54 bölünsün 3, yəni 18. Aşağıya diqqət eləsək, toplama olanda da vurmaya gətirirdik. Onluq loqaritma 9'u vuracağıq 36'ya. Deməli, 9'umuzu 36'ya vuranda 27, burada da 32, 324 eləyir. İndi loqaritmanın digər xassəsinə gələcəyik ki, əgər əsaslar görürsünüz, eyni ədədlər olanda loqaritmanı, hansısa bir loqaritmanı digər loqaritmaya böləndə belə bir xassəmiz var idi ki, onu oradan silirik, adi loqaritmaya çevriləcək, 324 əsasdan 18'ə çevriləcək. Adi loqaritma 324 əsasdan 18. Bunu da hesablaya bilməkdən ötəri bilirik ki, 324 18'in kvadratıdır. Necə göstərərik? Loqaritma 324'ü 18'in kvadratı kimi göstərərik bu şəkildə. Loqaritmanın aşağısında 18'in üzərində dayanan 2, loqaritmanın qarşısına 2'də 1 kimi çıxır. 2'də 1 loqaritma qalır 18 əsasdan 18. Bunu da cavab eləyəcək 2'də 1 bu şəkildə. Başqa bir nümunə misala baxaq. Məsəl üçün verib belə bir misal ki, loqaritma 3 kökün altında 3-cü dərəcə 3
və kökün altında 9-cu dərəcədən 9-u hesablamaq lazımdır. Görürəm hər ikisi 3-lərə gələn ədəddir, amma gətirməyi bacarmaq lazımdır. Necə? Göstərirəm loqaritma. Aşağıda gəlin bunları bir dənə ayrıca sadələşdirək. 3 kökün altında 3 3-cü dərəcəni sadələşdirək. Bu 3 vurulsun. Aralıqda birinci hissə misallardır artıq bunlar. 3-ün üstündə bu 3də 1 deməkdir. Hesab aparsaq bu da 1 sayılır. 3-ün üstündə 1 üstə gəlsin 3də 1. Cavab eləyəcək 3-ün üstündə 3də 4. Gətirib yerinə yazıram 3-ün üstündə 3də 4. Kökün altına 9-u gəlin sadələşdirək 9-cu dərəcəni. Bu 9-un üstündə 9da 1 deməkdir. Bu 9-umuz da 3-ün kvadratı olduğuna görə bunu da 9da 1 kimi yerinə yazsaq 3-ün üstündə 9da 2 alarıq. Gətirib onu da yerinə yazıram 3-ün üstündə 9da 2. İndi loqaritmanın xassəsi nə idi? Loqaritmanın xassəsi belə idi ki, üstə dayanan ədəd 9da 2 kimi qabağa gəlir, vurulsun. Aşağıda dayanan ədəd 1 bölünsün 3də 4 kimi qabağa gəlir və loqaritma 3 əsasdan 3 qalacaq. Artıq loqaritma 3 əsasdan 3-ün cavabı 1-dir. Qarşında qalanları da hesab da adi hesabdır. 1-i 3də 4-ə böləndə 4də 3 eləyəcək, düzdürmü? Və ixtisarlarımı eləyirəm. Bunlar da 2, cavab da elədi 6da 1. Yəni bu şəkildə sadələşdirmə apardıq. Təkrar misallara baxa bilərsiniz. Ondan sonra başqa bir dənə də baxaq görək. Belə bir daha maraqlı suallar varmı? Belə bir suala baxaq. Loqaritma 2 əsasdan 10 bölünsün loqaritma 40 əsasdan 2 çıxılsın loqaritma 2 əsasdan 5 bölünsün loqaritma 80 əsasdan 2. İndi uşaqlar fikirləşmək lazımdır. Burada loqaritmanın hansı xassələrini istifadə edə bilərik ki, məsələni həll edək və bundan cavab çıxarda bilərik. Loqaritmanın 11-12 xassəsi var və xassələrdən hansı bura tətbiq olunur? Əgər burada verilsəydi ki, loqaritma 2 əsasdan 10 bölünsün loqaritma 2 əsasdan 40. Bu ikilər heç qalacaqdı loqaritma 40 əsasdan 10. Belə bir xassə var idi. Ancaq bu belə deyil. Yəni götürüb burada nəyisə ixtisar eləmək də olmur. Bəs onda nə edərik? Yəni bunu belə yazmaq mümkün deyil. Bəs nə edək ki, misalı həll edək. Yazaq loqaritma 2 əsasdan 10-un yerinə onu yazaq 5 vurulsun 2. Niyə onun yerinə 5 vurulsun 2 yazıram? Çünki bu 2 əsasdan alınsın, misalı həll eləyə bilək deyəni. Vurulsun, aşağıda loqaritma 40 əsasdan 2-ni kəsir, o xassədir. 2 əsasdan 40 kimi yuxarıya vurmaq olar. Yəni kəsiri tollayıb onu yuxarıya 2 əsasdan 40 kimi vurmaq olardı. Çünki belə bir xassəmiz var idi ki, loqaritma əsasdan B 1 bölünsün loqaritma B əsasdan A-ya bərabərdir. Biz deyirik ki, 1 bölünsün loqaritma 40 əsasdan 2-ni mən loqaritma 2 əsasdan 40 kimi vurdum yuxarıya. Və bizim buradakı bu 40-ımızı da, buradakı 40-ı da götürürəm və yerinə yazıram 2-yə uyğun olaraq. Deməli, 4 vurulsun 10 kimi. 4 vurulsun 10 kimi. Çıxılsın. Eyni qaydada onu o biri tərəfə də tətbiq edirəm. 2 əsasdan 5-i heç nə edə bilmirəm. Zaten özü sadə formadadır. Loqaritma 80 əsasdan 2-ni yazacağım. Loqaritmanı 2 əsasdan 80. 80-i də yazacağım uşaqlar. 8 vurulsun 10 kimi. Niyə? 2-yə uyğunlaşdırıram. Axı 8 2-nin kubudur. Ona uyğunlaşdırıb məntiqlə işləyək görək. Axırda cavabımız necə olacaq? Loqaritma 2 əsasdan 5 vurulsun 2. Vurma olanda toplamaya gətirirdik yadımızdadırsa. 2 əsasdan 5 üstə gəlinsin. Loqaritma 2 əsasdan 2 eləyəcək. Vurulsun. Bu biri tərəfdəki vurmanı da göstərirəm. Loqaritma 2 əsasdan 4 üstə gəlinsin. Loqaritma 2 əsasdan 10 kimi. Hələ ki saxlayaq bunu belə. Lazım olsa 2 əsasdan 10-u da xırdalayaraq hələ ki qalsın. Loqaritma 2 əsasdan 5-i digər tərəfdə saxlayıram öz yerinə. Loqaritma 2 əsasdan 8 üstə gəlinsin. Loqaritma 2 əsasdan 10 kimi də 8 vurulsun. Onu göstərdik. Bərabərdir. İndi loqaritma birinci mötərizəyə diqqət eləsək, bax bu hissəmizə diqqət eləsək, birinci mötərizəni 2 əsasdan 5, loqaritma 2 əsasdan 2-nin yerinə yazıram 1-i. İkinci tərəfə diqqət eləsə, 2 əsasdan 4-ün cavabı hamı bilir ki, 2-dir. Loqaritma 2 əsasdan 10-u yazdım yerinə. Çıxılsın. Loqaritma 2 əsasdan 5-i dəymirəm. Loqaritma 2 əsasdan 8-in cavabı 3-dür. Yazdım yerinə. Üstə gəlsin loqaritma 2 əsasdan 10-u da yazıram və mötərizələri açıram. 2-ni vururam loqaritma 2 əsasdan 5-ə. Eləyəcəkdir 2 loqaritma 2 əsasdan 5. 1-i vuranda 2 mötərizəni zaten hamı açmağı
Bacarır. Loqaritma 2 əsasdan 10-a vuracam. Götürüb burada 5-i 10-a vurmaq olmaz. Olmaz, yəni belə bir qayda yoxdur. Ya da 5-dən 10-u toplaya bilməzsəm. Üstəgəlinsin hansı xassəyə nə şəkildə tətbiq olunur, düzgün öyrənmək lazımdır. Biri loqaritma 2 əsasdan 10-a vuranda qalır loqaritma 2 əsasdan 10. Və digər mötərizəni açsaq, 3 loqaritma 2 əsasdan 5 çıxılsın loqaritma 2 əsasdan 5, vurulsun loqaritma 2 əsasdan 10. Baxın, bu hissələr eynidir. Tamamilə biri toplama ilədir, biri də çıxma ilədir. Yerdə qalacaq bizdə nə? Diqqətlə baxırıq uşaqlar, biraz bunu yuxarıya çəkək. Yerdə qalır belə bir hissə. 2 loqaritma 2 əsasdan 5. Üstə gələk. O bir 2-ni anaxırdan yazaram. Birinci loqaritmaları yazıram yan yana. Çıxılsın 3 loqaritma 2 əsasdan 5. Plus da 2-ni qıraqdan yazıram ədədi. Fikir verirsiniz, bunların hər biri 2 əsasdadır. Yəni bunları yığmaq olar. Hamısı da toplama ilə çıxmalardadır. Yığmağa maneçilik eləyir. Burada 2, burada da 3. Onları nə edirəm? Qaldırıram, qoyuram 5-lərin üstlərinə. Yəni qaldırmaq da olar. Qaldı yuxarıdasa aşağıya salmaq da mümkündür. Loqaritma 2 əsasdan 2-ni qaldırıb 5-in başına qoyanda eləyir 25. Üstə gələk. Loqaritma 2 əsasdan 10-u da saxlayıram yerində. Loqaritma 2 əsasdan 3-ü qaldırıb 5-ə qoyanda eləyir 125. Plus 2-ni qıraqdan yazıram. Ona dəymirəm hələ ki. Demək, bu misalın cavabını necə hesablayaraq? Hamısı 2 əsasdan olduğuna görə yığıram. Toplama olan yeri vurmaya gətirirəm. 25 vurulsun 10 kimi. Çıxma olan yeri də bölməyə gətirirəm. Bölünsün 125. Misalı hesablasaq, loqaritma 2 əsasdan 125 ixtisar aşağıda 5, onu 5-ə böləndə 2. Plus 2 də qıraqda var idi. Onun yanına yazdıq. Cavab belədir. 1 üstə gəlsin 2 bərabərdir 3. Bu da misalımızın cavabı. Yəni görürsünüz necə böyük gedir, amma hamısı loqaritmanın xassələridir. Yəni 11 xassənin üstündə işləyir. Loqaritma çətin bölmə deyil, sadəcə xassələrin düzgün tətbiqini bilmək lazımdır. Bu qədər, hələlik sağ olun.